Demək qızım, baxaq situasiya nə qaldı? 20 qaldı da. 20-də nə deyir? Aha, çox maraqlıdır. Əvvəlcədən baxdım buna. Çox maraqlı sualdır. Deməli, burada oksigen qazı ozonotordan keçiriləndə ozona çevrilir. 3 mol oksigenlə 2 mol ozon alınır. Və bu da A mol götürür, A-1 mol qaz qarışığı. Yəni, qaz qarışığının miqdarı əvvəlcə götürüləndən 1 mol azalır. Sən də bunu əvvəlcə 3 mol götürmüsən, 2 mol olursa, demək 1 mol azalma olur. Yəni, 1 mol azalma olanda nə qədər ozon yaranır? 2 mol ozon yaranır. Yəni, bax, A-1 ümumi oksigen və ozonun miqdarıdır. Amma konkret dəqiq bilirəm ki, buradan 2 mol ozon yaranır. Çünki 1 mol azalmaya görə. Yəni 3 mol oksigen götürürsən, 2 mol ozonu alırsansa, burada azalma nə qədərdir? 3 götürsən 2 azalma, 1 azalma. Bu da A götürmüsənsə A-1 qədər qaz qarışığı yaranır. Yəni o qaz qarışığı 1 mol əvvəlkindən 1 mol azaldı. Yəni mütləq 2 mol ozon alınır. Həmin bu alınan ozon kalium yodun məhlulundan keçirildikdə buradan alınır yod, buradan alınır kalium OH və buradan da alınır oksigen qazı. Bunu mən bayaq əmsallaşdırmışdım. Sadədə, yəni bunu oksidaşma reduksiya ilə də əmsallaşdıra bilərsən. Burada soruşur oksidaşdırıcının, reduksiya edicinin. Bunu soruşmur. Gəl onda belə əmsallaşdıraq. 2 kalium olduğuna görə bura 2 yazır, 2 yod olduğuna görə 1 yazır, 2 hidrogen olduğuna görə bura 1 yazırıq. Oksigen solda 4 dənədir, sağda 4 dənədir. Belə. İndi bax, əgər ozon 2 mol əmələ gəlibdirsə, 1 mol ozon reaksiyaya girəndə 1 mol oksigen yaradır. 2 mol ozon əmələ gəlibdirsə, bu əmələ gələn oksigen də kalium yoddan keçirilir, çıxır da ozon çıxmır, oksigen çıxır buradan. Və buradan yaranan oksigenlə əvvəlcə qalan, artıq qalan oksigenin cəmi miqdarıdır 19. Buradan da yaranır 2 mol oksigen. Deməli, əvvəlcədən də oksigen var idi. A-1-dən ikisi, bunu belə də tapa bilərsən. A-1, -2, yəni A-3 qədər oksigen qazı, 2 mol da ozon qazı. Deməli, 2 mol, deməli, cəmsi 19 çıxır. Onun 2 dənəsi bu reaksiya nəticəsində yaranır. Yəni, 19-dan 2-ni çıxıram. 17 molu da əvvəlcədən deməli, 17 mol oksigen artıq qalıbmış. 2 mol da ozon yaranıbmış ki, bu A-1-in 17 plus 2, 19-a bərabər olduğunu tapdım. A-1-in 17 üstəgələ 2, 19-a bərabər olduğunu tapdım. A-nın 20 olduğunu bilirəm. Belə. Bir bunu belə tapa bilərsən. Bir də atom sayı ilə tapa bilərsən. Bax, 2-ni 17-yə vurursan 34 oksigen, 3-ü 2-yə vurursan 6 oksigen, toplamda 40 oksigen var. Əvvəlcədən də A mol oksigen götürmüsən. 2A qədər oksigen atomu 40-a bərabərdir. A da bərabərdir 20-yə. Bax, bu 20-ni belə də tapa bilərsən. Deməli, başlanğıcda götürmüşük biz 20 mol oksigen. Amma bu 20 mol 1 molu azaldı. Düzdür? Yəni 1 mol azalmadı. 20 mol qarışıqdan 20-1 qədər azalma ilə qaz qarışığı yarandı. Yəni 1 mol azalma olanda nə qədər oksigen reaksiyaya girdi? 3 mol oksigen reaksiyaya girdi. Deməli 20-dən 3 reaksiyaya girir, 17-si artıq qalır. Buradan da görürük da 17-ni zaten buradan görürdük ki 17 oksigen artıq qaldı. Mən bunu qrafik çəkəsi olsam, deməli, oksigen üçün mol miqdarın zamandan asılılığı başlanğıcda 20 mol oksigen götürmüşəm. Oksigen azalır, gəlir 17-də dayanır. Sonradan yarananı qatmadı. Yəni, əvvəlki oksigen 20 idi. Reaksiyaya girəndən sonra qalan oksigen 17-dir. Ozon da əvvəlcə 0 idi. Yəni, ozonu ayrıca bir qrafikdən də çəkə bilərsən. Ozonun qrafikidir 0 idi. 2 mol ozon yarandı. 2 mol ozon yaranır zaman keçdikcə. İndi məndən nə istəyir? Birinci, ikinci tənlikləri yazın və əmsallaşdırın. Bax, birinci tənlik budur. Birinci. 3 dənə oksigendən 2 OH yaranır. İkinci tənlik budur. Ozon kalium yoddan reaksiyaya girir. Yod, kalium OH və oksigen əmələ gətirir. Sonra nə deyir? Sonda bunu birinci 28-ci sualın cavabı. 29-da deyir, birinci, ikinci reaksiya zamanı oksigen qazının mol miqdarının zamanın asılılıq qrafikini qurun. Birinci reaksiyada
oksigen qazı 20 idi, 17-yə düşdü. İkinci reaksiyada oksigen qazı əvvəlcədən 17 idi. Sonradan 2 dənə də artdı, oldu 19. Demək, əvvəlcədən 17 var idi. Qrafiki biraz pis çəkdim. Demək, ikinci reaksiyada əvvəlcədən tutaq ki, burada götür ki, 17 oksigenin var idi. Artıq qalmışdı da. Sonra bir 2 dənəsi də yaranır axı. 19-a qalxır. Ha. Bu da ikinci reaksiyadakı oksigenin miqdarı. Bu birinci reaksiyadakıdır. Bu da ozonundur. Ozonu istəmirəm. Birinci və ikinci reaksiyada oksigenin miqdarını istəyir. 30-cu suala deyir. Birinci reaksiya zamanı oksigen qazının neçə faizi ozonlaşdı? Neçə faizi ozonlaşdı? Deməli, mənim əvvəlcə varım idi 20 mol oksigen qazım. Onun 3 molu ozonun alınmasına sərf olundu. 3 dənə oksigenlə 2 dənə ozon alındı. Yəni 3 dənəsi reaksiyaya sərf olundu. 100-ə vururuq, bu da 15% eləyir. Başqa nə istəyir? İkinci reaksiya zamanı sərf olunan duzun kütləsini tap. Hə, ikinci reaksiyaya gəldik. 1 mol ozonla reaksiyaya girir 2 mol kalium yod. Kalium yod duzu sərf olunur da. Kalium yod da deməli 39 üstə gələk 127, 166 da vururam onu 2-yə 332 qramdır. Axı 2 mol ozon sərf olunub. Ozonla da nə qədər kalium yod duzundan reaksiyaya girir? 2 vuraq 332, bu da eləyir 664 qram. Vəssalam.